Radyo Vekil. Axşamınız xeyirli olsun, Radyo Vəkil proqramı efirdə öz işinə başlayır. Sizinlə mən Xəyal Orucoğludur və düz bir saat ərzində sizinlə çox maraqlı bir mövzunu birlikdə müzakirə edəcəyik. Və əlbəttə ki, Radyo Vəkil proqramında bildiyiniz kimi mən tək olmuram. Burada vəkillərimiz, qonaqlarımız olurlar. Onlar sizi və bizi maraqlandıran məsələləri, sualları cavablandırırlar. Yeri gəlmişkən sizin də vəkil ünvanlanacaq bir sualınız varsa, hüquq sarıdan bizə ünvanlaya bilərsiniz. 099 6 907 907 bizim WhatsApp nömrəmizdir. Eyni zamanda bizi sosial media hesablarından, yəni Yurd FM-in və Vaxt Medianın YouTube və TikTok səhifələrindən də izləmək mümkündür. Bura Yurd FM radiosudur. 90.7 tezliyində yayımlanırıq. Radioda bizi dinləyənlər üçün deyirəm bunu. Sosial media hesabından izləyən izləyicilərimiz də öz suallarını yaza bilərlər. Onlarsa qeyd etdiyim kimi bizi Yurd FM-in və Vaxt Medianın YouTube və TikTok səhifələrində izləyə bilərlər, baxa bilərlər, suallarını ünvanlaya bilərlər. Bugünkü vəkil qonağımız Vəkillər Kollegiyasının çox təcrübəli vəkillərindən biri Arzu xanım Aliyevadır. Xoş gəlib, səfa gətirib. Xoş gününüz olsun. Təşəkkür edirəm dəvətinizə görə. Çox sağ olun Arzu xanım. Zəhmət çəkmisiniz, əziyyət verdik sizə. Bugün çox maraqlı bir mövzunu sizinlə birlikdə müzakirə edəcəyik və qeyd edim ki, sizin də suallarınız varsa ünvanlaya bilərsiniz. Son vaxtlar bizə də bu istiqamətli bir xeyli suallar gəlir. Məsələn, şəxs yazır ki, misal üçün 10 ildir pensiya alırdım, pensiyam kəsildi. Və yaxud da ki, nə bilim 8 ildir filan qrup üzrə pensiya alırdım, pensiyam kəsildi və s. Ümumiyyətlə, pensiyanın kəsilməsi, yəni dayandırılması qanunvericiliklə hansı hallarda olur? Yəni, hansı hallarda mümkündür ki, şəxsin qanunvericilik çərçivəsində pensiyası dayandırılsın? Buyurun, zəhmət olmasa. Bəli, ola bilər şəxsin aldığı pensiya dayandırılsın. Məsələn, əlilliklə əlaqədar. Ola bilər ikinci dərəcə, birinci, üçüncü dərəcə əlillik alsın. Bir müddətdən sonra bilirsiniz ki, onlar müalicə olunur. Bir müddətdən sonra xəstəlik aradan qalxsın və onun pensiyası kəsilsin. Belə ola bilər. Və yaxud da ki, 18 yaşına qədər şəxslər bilirsiniz, ailə başçısını itirməyə görə əmək pensiyası alırlar. Ola bilər şəxs 18 yaşına çatdı, onda onun ailə başçısı itirməyə görə əmək pensiyası dayandırılır. Amma həmin şəxs ola bilər oxumaqda, əyani oxumaqda davam edirsə, ali təhsil məsələsi və yaxud da digər məsələlərdə, onda 23 yaşına çatanda belə şəxslərin ailə başçısı itirməyə görə əmək pensiyasının ödənişi dayandırılır və digər qanunda nəzərdə tutulan hallarda. Amma hər bir halda əgər pensiyanın ödənişi dayandırılırsa, onun səbəbinə baxmaq lazımdır. Yəni, o pensiyanı dayandıran orqana ərizələ müraciət etmək lazımdır, onun səbəbini öyrənmək lazımdır. Onlar orada dəqiqliklə yazırlar ki, nəyə görə? Bir çox hallarda əsassız olur, bunu da nəzərinizə çatdırım və belə halda vətəndaşın hüququ var ki, onu mübahisələndirsin, amma hər bir halda müraciət edib yazılı cavab almaq lazımdır. Ki, həmin o yazılı cavabı da götürüb, sonra məhkəməyə müraciət etmək imkanı olsun, düzdürmü? Bəli, əsaslıdırsa, yəni onların cavabı əsassızdırsa, şəxs iddiasında əsaslıdırsa, məhkəməyə müraciət edə bilər. Yəni, razılaşmırsa, məhkəmədə mübahisələndirir, bu qədər. Və maraqlı məsələdir ki, əslində, bu səhvliyi dediyim kimi xeyli suallar gəlir bizə, dinləyicilərimizdən də və onları da maraqlandıran məsələlər olur ki, deyir ki, misal üçün, hətta bəzən olur ki, deyək ki, şəxs 18 yaşına qədər hansısa bir xəstəlik ucbatından, deyək ki, pensiya alır, digər ki, 18 yaşı tamam olan kimi kəsirlər. Bu hallarda varmı ki, məsələn 18 yaşı tam ol, yəni siz ailə başçısını itirməyə görə dediniz ki, müəyyən bir müavinət filan pensiya verilməsi nəzərdə tutulub. Amma elə bir hal ola bilər ki, şəxs sadəcə özünün sağlamlığıyla bağlı, yəni uşaq yaşlarında o pensiyanı alırdı, amma 18 yaşı tamam olan kimi o pensiya kəsilir. Heç bir müayinə aparılmadan. Elə bir hal mümkündürmü? Hayır, onlar ola bilər etsinlər, amma bu düzgün deyil. Əgər onun xəstəliyi davam edirsə, 18 yaşına qədər o uşaq kimi müavinət alırsa, uşaq hesab olunur. Bilirsiniz 18 yaşına qədər. 18 yaşından sonra yenidən müayinədən keçib, onun əlilliyi davam edir artıq yetkinlik yaşına çatan şəxs kimi. Ona artıq pensiya və yaxud da ki, sosial müavinət təyin olunur. Aynen. Bugün sizin axtardığınız və gözlədiyiniz bir mövzudur. Dinləyicilərimizi maraqlandıran məsələlərdən biridir. Suallarınız varsa yaza bilərsiniz. 099 6 907 907. Çünki sonra dinləyicilərimiz mən pensiya ilə bağlı sual vermək istəyirəm. Kimə ünvanlayım? Arzu xanım gəlib və o suallarımızı cavablandırmaq üçün bizim təcrübəli vəkillərimizdən biridir. Suallarınızı yazın, biz də burada cavablandıraq. Sırf pensiya ilə bağlı və sosial müavinətlə bağlı və bu qəbildən olan sualları göndərə bilərsiniz. Bir dinləyicimiz soruşur ki, mən və yoldaşım birinci qrup əlillik, uşaqlar ali məktəbdə ödənişdə oxuyurlar. Onlar ödənişdən azaddırlarmı?
Birinci qrup, əgər hər iki valideyn birinci qrup əlildirsə, bəli, onlara güzəştlər nəzərdə tutulur. Onlar artıq təhsil haqqında qanunvericiliyə baxıb dəqiqliklə hansı güzəştlər nəzərdə tutulur demək olar. Bəli, güzəştlər var onların. Güzəştlər var, amma tam azaddırlarmı? Bunu ancaq qanunvericiliyə baxdıqdan sonra demək olar. Aydındır. Hər halda siz bunu mütləq şəkildə bir dəqiqləşdirin, müəyyən bir formada bir, çünki müəyyən bir güzəştlər var. Ola bilər ki, bəlkə hansı bir az bir hissəsini ödəmək nəzərdə tutulsun. Ola bilər tam azad olsun. İndi mən bugün o qanunvericiliyi araşdırmamışam deyə onu deyə bilmərəm, amma ki, bəli, güzəşt var ona. Ola bilər tam azaddır. Suallarınız varsa yaza bilərsiniz bizə, ünvanlaya bilərsiniz bizə. Biz də burada cavablandıracağıq. 099 6 907 907 bizim WhatsApp nömrəmizdir. Hara müraciət edə bilər ümumiyyətlə onu dəqiqləşdirmək üçün? Yəni o məsələni. Ümumiyyətlə ən yaxşı yolu odur ki, onlar Təhsil Nazirliyinə müraciət etsinlər ki, mənim atam, anam uşaq adından, uşaq əgər valideyn də müraciət edə bilər, təhsil alan özü də müraciət edə bilər ki, məsələn, mən təhsil alıram və yaxud da ki, mənim övladım təhsil alır, biz hər ikimiz birinci qrup əlirik, bizə hansı güzəştlər var və yaxud da ki, xahiş edirəm uşağımı təhsil ödənişindən azad eləsiniz. Onlar da cavab verəcəklər ki, bu mümkündür ya mümkün deyil. Əsaslandıracaqlar. Suallarınız varsa siz də yaza bilərsiniz. 099 6 907 907 bizim WhatsApp nömrəmizdir. Deyir ki, dinləyicimizin bir sualı belədir ki, ailə boşandığı zaman vərəsəliklə verilən evə qadın oturma izni ala bilərmi? Həmin evə gəlin gəlməyib və bu belə bir istiqamətli sual ünvanlayıb. Dinləyicimiz, buyurun zəhmət olmasa. Burada ən vacib məqam onların nə vaxt ailə qurmasından asılıdır. Təsəvvür edin, 2009-cu ildən sonra ailə qurublarsa, vərəsəliklə əlaqədar ərə və yaxud da ki, arvada mənzil keçibsə, onların digərin, ərin boşandan sonra digər şəxsin, yəni ərin evi varsa arvadın, arvadın evi varsa ərin, oradan yaşayırdan istifadə hüququ yoxdur. Çünki qanun deyir ki, əgər boşanandan sonra hətta ərin evinə belə yaşayış hüququna xitam verilir. Yəni istifadə hüququna xitam verilir. Amma məhkəmə müəyyən halları nəzərə alıb onun evsizliyini və digər halları müvəqqəti olaraq orada onun istifadə hüququnu saxlaya bilər. Amma müvəqqəti nə qədər bu qanunda açıq qalaraq, indi də açıq ki, nə qədər. Amma belə bir qayda olaraq düşmür. Düşmür. Bu nüansı da soruşum sizdən. Dinləyicimiz soruşur ki, deyir, bəs sənədsiz evə qeydiyyata düşmək olarmı? Sənədsiz evə qeydiyyata düşmək olmur. Əvvəllər belə bir qayda var idi, sənədsiz də olsa düşürdülər, hansı bələdiyyənin balansındaydı, ya icra hakimiyyətinin balansındaydı. Amma hazırda sənədsiz evə qeydiyyat məsələsi yoxdur. Aydındır. Ona görə də bu nüansı da diqqətinizə saxlayın. 099 6 907 907 bizim WhatsApp nömrəmizdir. Suallarınızı ünvanlayın. Biz də burada cavablandıraq. Vaxt Medianın və Yurd FM-in YouTube və TikTok səhifələrində də bizi izləyə bilərsiniz. Oradan da suallarınızı göndərə bilərsiniz. Bir maraqlı sual daha var. Deyir, əgər ailə başçısı əmək pensiyası yox, Çernobil əlili olduğuna görə pensiyası alır və deyək ki, əlilik pensiyası alırdısa və vəfat edən şəxsin həyat yoldaşı 65 yaşa çatdıqda ailə başçısının itirilməsi səbəbindən həmin əlilik pensiyasını ala bilərmi? Əlilik pensiyası şəxsin yəni özünə məxsus, yəni əliliklə əlaqədar özünə məxsusdur. Şəxs yaşa çatanda ailə başçısını itirməyə görə pensiya alanda ona ümumi qaydada hesablanacaq da, əlil olaraq onlara yüksək hesablanacaq deyə. Ona görə o əlilliyə görə ala bilməyəcək, adi hesablama gedəcək. Ona görə hər bir halda ailə başçısını itirməyə görə, yəni əlilin pensiyası hesablanmayacaq, o baxmalıdır. Ona ailə başçısı itirməyə görə pensiya daha əlverişlidir. Yoxsa özünün yaşına görə pensiya daha əlverişlidir. Ona görə onu hesablanandan sonra dəqiqləşdirib və ola bilər şəxsi yaşa görə əmək pensiyasından ailə başçısını itirməyə görə əmək pensiyasına keçsin və yaxud da ki, əksinə əlilliyə görə pensiya. Amma o əlildir, mən ona əlilliyə görə pensiya alım, artıq o düzgün olmur. Gəlin onda sualı başqa bir formada mən özüm soruşum sizdən. Bəs hansı halda, yəni deyək ki, şəxs hansı pensiyanı alarsa, yəni o vəfat deyək ki, bir pensiya alır, o pensiyanın adı nə olmalıdır ki, deyək ki, 1000 manat pensiya alır və ya 800 manat pensiya alır. İndi xanımı o vəfat edəndən sonra həmin o pensiyanı 65 yaşı çatıbsa o da ala biləcək. Yəni o hansı pensiya olmalıdır? Əmək pensiyası olmalıdır və hansı pensiya ümumiyyətlə? Baxın, əlilliyə görə pensiya müxtəlif qaydada müəyyən olunur. Biri var ki, əgər o
əlil olan şəxsin hər ilə birinci qrup əlildən danışaq gərək aydınlaşdıraq. Bəli. Birinci qrup əlil qanun deyir ki, hər ilinə görə 15 yaşı əmək hüququ olan yaş 15 yaşda. Neçə yaşı varsa 15 yaşı çıxırıq. Bəli. Qalan illərə hər ilə 4 ay qanun əmək stajı tələb edir. Əgər hər ilə 4 ay varsa, onda amma 5 ildən az olmayaraq, onda belə şəxslərə əlilliyə görə əmək pensiyası təyin olunur. Və bu əgər bir müddət onu alırsa və sonra vəfat edirsə, onun yoldaşı həmin pensiya yaşına çatırsa, həmin pensiyanı ala biləcək. Amma yenə də deyirəm, ailə başçısını itirməyə görə pensiyanı alanda həyat yoldaşı, qadın ya kişi baxmalıdır ki, o pensiya buna əlverişlidir. Yoxsa özünün hesabladığı yaşa görə hansı daha çoxdur, onu ala biləcək. Aydındır. Suallarınız varsa yaza bilərsiniz. Bir məsələndə nəzərdə çatdırım. Birinci qruplar pensiyaya çıxarkən qanun onlara yalnız 15 yaşı çıxandan sonra hansı yaşda əlil olubsa, 15-ə çıxandan sonra qalan illərə yalnız 4 ayı tələb edir. Kapital tələb etmir. Amma ikinci dərəcəli, üçüncü dərəcəli əlilliyi olanlara qanun həm stajı tələb edir hər ilə həm də kapitalı. Bəli. Yəni çox çətindir biraz. Yəni ikinci və üçüncü qrupu əlilliyi olan şəxslərin də bizim hamımız kimi, yəni digər sağlam insanlar kimi 25 illik gərək iş stajı ola. Belə başa düşdüm ki, xeyr, onlara 4 ay hər ilə 4 ay. Məsələn, ikinci, üçüncü qrup. 2-3də də yenə də 4 ay tələb edir. 4 ay tələb edir. Amma kapital da tələb edir. Kapital da yəni, o kapital da bizim yəni bildiyimiz məsələn tutaq ki 45 min manat. İndi onlarda bir qədər ayrı qaydada hesablanır. Bizim qədər yox, ondan az kapitalda onlara müəyyən. Çünki onların hesablama qaydası tamamilə başqa. Yəni mən çox üzr istəyirəm, bizim qədər deyəndə mən daha sağlam nöqteyi nəzərdən o mənada dedim, yəni üzürlü sayısında bəzən olar ki, biraz qəlbə toxunmuş olarıq. Deyir ki, mən 15 ildir pensiya alıram, xərçəng xəstəsiyəm, ömürlük ola bilərmi bu pensiya? Bəli, ömürlük ola bilər, bəli. Bunun üçün nə etməlidir və hara müraciət etməlidir? Müraciət etməlidir, artıq onlara pensiya ömürlük təyin oluna bilər, xəstəliyin dərəcəsindən asılı olur. Əgər sağalan deyilsə, onlara ömürlük təyin oluna bilər. Yenə də tibbi sosial ekspert əmək komissiyasına müraciət edilir. Reabilitasiya mərkəzinə aydındır. Reklamlardan qayıtdıq ki, sizin suallarınızı cavablandıraq. Radyo Vəkil proqramında sizdən gələn suallara bir aydınlıq gətirək. Arzu Aliyeva bugün bizim vəkil qonağımızdır. Pensiyadan tutmuş, hüququn demək olar ki, bir çox sahəsi ilə bağlı, istədiyiniz sahəsi ilə bağlı sual ünvanlaya bilərsiniz. Biz də burada cavablandırmağa çalışacağıq. Dinləyicilərimizdən və izləyicilərimizdən gələn suallar var. 099 6 907 907 WhatsApp nömrəsinə gələn suallarımız, eləcə də bizə sosial media hesabından gələn suallarımız. Bir dinləyicimiz soruşur ki, 3-cü qrup əliləm, müddətsiz. Mən hər il xəstəxanada yatmalıyam mı? Yəni qanunda belə bir tələb yoxdur ki, mütləq yatmalıdır. Əgər ömürlük əlildirsə, yəni o özü gedib müalicəni ala bilər. Yəni belə bir tələb yoxdur ki, mütləq hər il gedib xəstəxanada müalicə alsın. Çünki ona bir dəfə rəy verilib ki, bu ömürlükdür. Yəni sağalan xəstəlik deyil. Ona sabah problem yaratmazlar ki, sən niyə gedib xəstəxanada yatmamısan, sizin əlilliyinizi kəsirik. Belə bir problem ola bilməz. Aydındır. Deyir, evlənməmişdən qabaq bələdiyyədən torpaq almışam. Algı, satqı ilə. Evləndikdən sonra çıxarış almışam həmin torpağa. Yoldaşımla birgə mülk sayılır, yoxsa yox? Düzdür, bəzi adamlar çox buna razı olmurlar ki, bütün əziyyəti mən çəkmişəm, pulu və mən deymişəm, amma birgə nikah dövründə mülkiyyət haqqında sənəd almışam. Çox təəssüf ki, qanun, yəni birgə mülkiyyət dövründə alınan sənədə artıq birgə mülkiyyət kimi baxır da. Yəni baxmayaraq ki, bu nikaha qədər almışdı, amma mülkiyyət haqqında sənədi birgə nikah dövründə alıbsa, onların birgə əmlakı hesab olunacaq. Sənəd alınıbsa o vaxtdan götürüləcək. Amma bəzi belə mübahisə yaranır, yəni vətəndaşın o hüququ ola bilər ki, onu birgə mülkiyyət kimi tanıtmasın. Yəni orada sübut edə bilər, iddia qaldıra bilər ki, bu mən nikaha qədər bunun pulunu ödəmişəm, ona görə bu mənim tək əmlakım hesab olunsun, birgə mülkiyyət hesab olunmasın. Ər-arvad arasında əmlak bölgüsü olanda xanım bu məsələni qaldırıb, onu tək özünün əmlakı hesab etdirə bilər. Aydındır. Digər maraqlı suallar da var dinləyicilərimizdə. Deyir, ikinci qrup əlildir, yaddaşı pozulub, gözü zəifləyib. Birinci qrup verərlərmi? Kiminsə köməyi olmalıdır onun yanında ona baxmaq üçün. Yəni bu vəziyyətə düşüb artıq. Bəli, aydındır. Amma bu barədə yenə də son rəy verən həkimdir. Əgər həkimlər belə hesab etsələr ki, tibbi sosial ekspert komissiyası hesab etsək ki, birinci qrup əlildir, orada xəstəliklərin siyahısı var. O xəstəliklərə uyğundursa onun aldığı xəstəlik, onda ona birinci qrup vermək mümkündür.
Aydındır. Digər suallar da var. Bir dinləyicimiz soruşur ki, etibarnamə ilə əmlakın bağışlanmasını icra etmək olarmı? Bəli, etibarnamə şəxs adından fəaliyyət göstərən, yəni şəxsin istədiklərini yerinə yetirən icraçıdır etibarnamə verilən şəxs. O, etibarnamə verən şəxsin əmlakını özgənlikləşdirə bilər. İstər bağışlama olsun, istər alqı-satqı olsun və s. Aydındır. Bir sual da belədir ki, deyir, atam evi mənə bağışlayıb. Qardaşım evdən təzminatla bir ildir çıxıb. Onun bu evdə payı qalıbmı? Yəni varmı yenə də? Artıq bağışlayıbsa atası, yəni rəsmi bağışlamadan söhbət gedirsə, onda oğula nə təzminat verilə bilərdi? Yəni bu düzgün deyil axı. Əgər bağışlayıbsa, deməli öz əmlakını bağışlayıb, öz mülkiyyətində olan evi bağışlayıb ata. Digərinin burada payı ola bilməz. İndi orada da müəyyən məsələləri araşdırmaq lazımdır. Buna fikir verilmək lazımdır ki, bu ev özəlləşibmi, ya alqı-satqı ilə alıb? Bəzən bilirsiniz, biz cavab veririk vətəndaşın dediyinə, amma ola bilər sənədlər başqa bir sözdür. Ona görə biz o deyilənə görə sual qədər cavab veririk. Bəli, özəlləşmiş evsə başqa olacaq cavabı. Bəli, qardaş təzminat tələb eləyə biləcək. Təzminat alıbsa, gedibsə heç bir hüquq olmayacaq. Amma ümumiyyətlə özəlləşmədən söhbət getmirsə, heç bir təzminat da tələb edə bilməz, heç nə də onu ala bilməz. Aydındır. Digər bir sual var. Deyir ki, sənədsiz evdir, ata tikib, qeydiyyatda nə ata, nə də ana var. Sadəcə mənim ailəmdir. Qardaşa, bacıya bu halda ev düşə bilərmi? Yəni sənədsiz evə qeydiyyatdan söhbət gedə bilməz. Yəni o qeydiyyatda deyil. Yəni belə başa düşün. Sənədsiz evdir, bəli. Sənədsiz evə də iddia eləyə bilməyəcəklər. Bu yalnız ər-arvad arasında olanda görürsüz, ər-arvad birgə nəfərdə sənədsiz ev tikiblər. Boşananda məhkəmə onların hüquqlarını tanıya bilir, köçürə bilir. Yalnız ər-arvad arasında. Amma yoxsa bacı, qardaş o qanunsuz evdən heç nə götürmür. Aydındır. Digər suallar da var. Xüsusən də elə belə vaxt pensiya ilə bağlı suallar ünvanlayırlar dinləyicilərimiz. Göndərin gəlsin. Bugün o gündür ki, siz suallarınızı yazın. Biz də burada səsləndirək dinləyicilərimizdən gələn həm mülki məsələlərlə bağlı suallar var. Deyir ki, mənzilimin çıxarışı var. Altının torpağının çıxarışını almaq istəyirəm. Məndən 2002-ci ildə aldığım çıxarışın protokoldan çıxarışın arxiv arayışını təqdim etməyimi istədilər. Bakı Şəhər İcra Hakimiyyəti Arxiv İdarəsindən arayışı alıb asan xidmətə təqdim etdim və bildirdilər ki, bir aydan sonra hazır olacaq. Ayın 6-sı isə bildirdilər ki, bir ayda uzadılıb. Sonra 195-1-ə zəng edib, 14 maddəyə görə sual verirəm, 14-cü maddəyə görə və susurlar. Mən onlara izah edirəm və hər hansı şübhə doğuran nə isə aşkar etsə, 48 saat ərzində ərizəçiyə məlumatlandırmalıdırlar, aidiyyəti quruma müraciət etməlidirlər. Bu nə dərəcədə doğrudur ki, bu qədər uzadırlar, qısaca deyim sizə. Bəli, buyurun. Bəli, artıq o inzibati orqana vətəndaş müraciət edib, qanun tələbinə görə 30 gün müddətində cavab vermirlərsə, artıq vətəndaşın hüququ var ki, bu barədə məhkəmədə iddia qaldırsın. Yəni 30 günü gözlədi, kifayətdir. O cavab vermədiklərinə də olsa, cavab verəndə razı qalmır, müraciət edir. Belə var, ümumiyyətlə cavab vermirlər. Belə halda da vətəndaşın hüququ var ki, məhkəməyə müraciət eləsin, inzibati məhkəməyə. Aydındır. Dinləyicimiz yazıb ki, əlil pensiyamı vermirlər, kimə deyim dərdimi? Əlil pensiyanı vermirlər deyəndə mütləq müraciət eləməlidir. Niyə kəsiblər mənim pensiyamı? O niyəni bir hüquqşünasa təqdim eləsin, baxsın səbəbini, ona uyğun hərəkət eləsin. Aydındır. Mən deyir 395 manat maaş alıram, 320 manat aliment kəsiblər, onu məhkəməyə verib alimenti yenidən yendirə bilərəm, yəni aşağı sala bilərəmmi? Çox təəssüf ki, yox, sala bilməyəcək. Çünki o maaşın məbləği az olsa belə, yəni hər uşağa düşən minimum məbləğ ödənilməlidir. Ona görə bu çox narazılıqlara səbəb olur. Mən özümlə ilə dolanım, mən özüm ola bilər ikinci dəfə ailə qurur, yenidən uşaqları olur. Amma təəssüf ki, hazırda heç bir problem bunun qarşısını almır. Yəni aliment ödənilməlidir. Bizdir evi satanda qardaşımın ailəsi öz xoşu ilə imza atıb, amma təzədən şikayət edə bilər məhkəmə icrasına. Bu ümumiyyətlə edə bilərmi? Yəni şəxslər əgər imtina edilərsə evdən. Bilirsiniz, vətəndaşın şikayət edə bilməz, bunu edə bilməz fikri düzgün deyil. Vətəndaş hər bir halda şikayət edə bilər. Amma baxır bu şikayət əsaslıdır yoxsa əsassızdır. İndi vətəndaş deyə bilər ki, məsələn, mən barışımı imza atmaq istəmirdim, məcbur etdilər. Yəni hər bir halda o mübahisələndirə bilər. Amma əsassız olması araşdırılacaq məhkəmədə. Aydındır. 0996907 WhatsApp nömrəsinə gələn suallarımız var. Eləcə də bizi Yurd FM-in və Vaxt Medianın YouTube və TikTok səhifələrində izləyən izləyicilərimiz öz suallarını yazıblar. Ata ilədir, 16 il yaşamayan övladı qeydiyyatdan
çıxara bilərmi? Bilərsə ailə üzvü sayılırmı? Yəni ona kompensasiya falan düşəcəkmi? Xeyr, o yenə də baxır bu özəlləşmiş evdir, ya ümumi evdir, ya alqı-satqı ilə alan. Deyək ki, şəxs xüsusi mülkiyyətdir, misal. Əgər bəli, övladlar da orada qeydiyyatdadır. Əgər övlad orada yaşamırsa, ata arxançılıq onu qeydiyyatdan çıxara bilər və ona da heç bir kompensasiya ödəməyə bilər. Bəs yaxın qohum olduğuna görə kompensasiya ödəmə ehtimalı hansı hallarda olur? Yəni yaxın əgər birgə yaşayırsa, bəli, burada mülki məcəllərin xüsusi göstərişi var. Ailə üzvü, yəni oğlu, qızı onunla birgə yaşayırsa mənzildən istifadə hüququ var və onların çıxarılması üçün mütləq təzminat ödənilməlidir. Yox, əgər ayrı yaşayırsa onun o hüququ yox. Aydındır. Gözəl cavabdır. Təşəkkür edirik. Biz neçə gündür bu dinləyicimiz yazır bu sualı və biz dəqiq cavabı almış olduq. Təşəkkür edirik. Stajım deyir 25 ildən azdır, amma 2014-cü ildə 3 ay Dövlət Sosial Müdafiə Fonduna pul ödəmişəm. Mənə əmək pensiyası düşəcəkmi gələcəkdə yəqin ki? Yəni burada əgər staj çatmırsa, qanun deyir ki 2006-dan 18-ə qədər kapital ödənilibsə dövlət ona 25 ili bağışlayır. İndi 24 ilə düşdü. Amma yox, 18-dən sonra kapital ödəbsə o adi qaydada stajını yığmalıdır. Yəni ona 24 il bağışlanır. Deyir ki, mən 2-ci qrup əliləm, 2 tip şəkər xəstəsiyəm. Bu ildə açıq ürək əməliyyatı olmuşam. Sağ ayağım topuqdan amputasiya olunub. 2026-cı il noyabr ayında 10 il tamam olur ki pensiya alıram. Noyabr ayından sonra məni ömürlük əlillik pensiyası təyin oluna bilərmi mənə? Mümkündürmü? Buyurun. Mümkündür, ola bilər. Amma yenə deyirəm, burada birinci rəy həkimlərindir, yəni. Şübhəsiz ki, saydığı xəstələrə uyğundur, amma yenə biz onu deyə bilmərik. Amma yəni ki, bu uyğundur. Bəli, uyğundur ki, düşsün. Bir dinləyicimiz bir sual ünvanlayıb. Deməli, yer gəlmişkən mən o sualı ötən gün cavab almışdım, amma üzrlü sizə geri dönüş edə bilməmişəm. Yenidən bu sualı Arzu xanıma yönləndirəcəm. Deyir ki, yoldaşım 9 ildir 1-ci qrup əlildir. İnsultdan sonra. Qəyyumluq məndədir. Mən qulluq edirəm və dövlət mənə 120 manat təqaüd verir. İşləyə bilmirəm. 57 yaşım var. Vaxtından əvvəl pensiyaya çıxa bilərəmmi və ya hansı imtiyazlardan istifadə edə bilərəm? 1-ci qrup əlil olduğuna görə, 1-ci qrup əlilə baxdığına, qulluq etdiyinə görə o müddət ona staj hesabı olunacaq. Amma bu şərtlə ki, onun heç olmasa adi 1 ilə qədər, ya 1 il, 1 ay stajı olsun. Yəni, hər hansı bir sığorta stajı varsa, 1-ci qrup əllə qulluq etdiyi müddətdə o sığorta stajına əlavə olunur və o pensiya çıxar. Amma 1-ci qrup əllə qulluq etdiyinə görə pensiyada güzəş yoxdur. Yalnız staj hesabı oluna bilər. 1-ci qrup əllə yalnız xəstə uşağa baxdığına görə, övladına baxırsa, bu adam 5 il tez çıxa bilər. Amma həyat yoldaşına baxırsa, bu mümkün olmayacaq. Yalnız övladına baxırsa. Bəs hansısa müavinətlə bağlı nə əldə edə bilər dinləyicimiz? Onun müavinəti verirlər. Çünki 1-ci 120 manat verirlər. Artıq o var. Aydındır. Digər suallar da var dinləyicilərimizdən gələn. Bir dinləyicimiz soruşur ki, deməli, az əvvəl alimentlə bağlı sualı dinləyicimiz əlavə yazıb ki, deyir, bəs yenidən ailə qursam necə, hakim nəzər alacaqmı o alimentin endirilməsi məsələsini? Qətiyyən almayacaq. Elə bəri başdan deyim ki, almayacaq. Yəni ödənirsə ödənməlidir. Bu məsələ hələ də mübahisəli olaraq qalır. Yəni bunun bu problem necə həll olunacaq hələ məlum deyil. Aydındır. Bir sual da belədir ki, deyir, mən evin sahibiyəm və keçmiş baldızımı evdən çıxara bilərəmmi? Evin sahibiyəm. Yəqin qeydiyyatdan nəzərdə tutur. Əgər indi evin sahibiyəm deyəndə bəlkə gəlin gələndən sonra sahibi əldə edib bu məsələni araş. Bəlkə də baldızın evidir, bu gəlib burada sahibi adını alıb. Yəni bilməm, sənəddə belə soruşur yoxsa yəni, necə? Öz evidirsə, baldızın ona heç bir aidiyyatı yoxsa əlbəttə çıxara bilər. Yox, baldızın ata-anasının evinə gəlib, sonra sahibi əldə edibsə, şübhəsiz ki, çıxara bilməz. Baxır vəziyyət necədir. Aydındır. Yəni əgər ev sizinsə rəsmi qaydada və əvvəldən sizə məxsus olubsa, baldızınız köçüb gəlib orada yaşayırsa, indi çıxarsınız, bəli, çıxara bilərsiniz. Çünki bu ailə üzvünüz deyil. Amma baldızın evinə gəlin, köçmüsən, ata-anasının olub, sonra nə yolla necə olubsa sizə keçib, siz indi baldızı çıxarmaq istəyirsiniz. Bu mümkün deyil, çünki onda istifadə hüququ var. Bəs yaxşı, baldızın özünün ayrıca evi varsa, onda necə? İstifadə hüququ varsa, onun ayrıca evinin olub olmamağının məsələyə aidiyyatı yoxdur. Əgər o burada yaşayırsa, artıq onun istifadə hüququ var. Çünki tutaq ki, onun ata-anasının evi olub, orada yaşayıb həmişə, indi də yaşayır. Onun digər getdi başqa yerdə ev aldı baldız, o deyə bilməz sən çıx. O kompensasiya verib onu çıxara bilər. Bəli. Bu halda hətta öz evi olsa belə, yaşamaq hüququ varsa, istifadə hüququ daha doğrusu varsa. Əgər istifadə hüququ varsa orada və onun digər evdə var, o ayrıca yaşaya bilər, onda ona kompensasiya verməklə evdən çıxarılması məsələsini qoya bilər. Bir dinləyicimiz də soruşur ki, məndə deyir, ailə başçısını itirdiyimə görə pensiya alıram, amma geriyə 3 ili veriblər. 10 ili verməli deyildilərmi? Qanun deyirdi ki,
hüququ nə vaxtdan yaranırsa, pensiya o vaxtdan da hesablanıb verilməlidir və bir neçə ildə belə getdi. Yalnız 17-ci ildə artıq dəyişiklik oldu qanunvericiliyə və onlar dedilər ki, yalnız almadığın ilin 3 ilini ala bilərsən. Yəni bu da biraz narazılıqla qarşılandı həqiqətən vətəndaşlar tərəfindən ki, bəzən olur ki, vətəndaş müraciət edir, amma səhvən qarşı tərəf onu müəyyən eləməyib, illərlə olur, məhkəmə gedir, 3 il olmur, 4 il olur. Axı sizin səhvinizdən bu uzandı bu qədər. Yəni buna baxmayaraq yenə yalnız 3 il ödənilir. Aydındır. Digər sual belədir ki, dinləyicimiz soruşur ki, deməli, deyir, ata əmlakını mənə vəsiyyət eləyib, atası əmlakını vəsiyyət edib, qardaşımsa deyir, 20 ildir ata evində yaşamır və xaricdədir. Ünvanı da bilinmir, xaricdə yaşayır, qeydiyyatdan çıxara bilərəmmi? Qeydiyyatdan çıxara bilərsiniz, amma onun məcburi payı var. Əvvəla vəsiyyət edib deyəndə, yəni artıq yəqin vəsiyyətnamədə xəbəri varsa, demək ata rəhmətə gedib də, belə başa düşdüm. Hər halda. Yəni o xaricdə olanın orada hüququ var. Əvvəl qanunda necə deyir ki, gəlirdi 6 ay müddətində, yəni 3 ay müddətində mirası qəbul etməli idi. Etmirsə onun artıq hüququ yoxdur. Amma indi qanun deyir ki, miras açılan vaxtdan o mülkiyyətçidir, artıq vərəsədə mülkiyyəti var. O gəlib imtina etməyənə qədər o mülkiyyət onun olaraq qalacaq. Yəni orada bu vəsiyyət edib də onun məcburi payı var. Məcburi pay barədə hüququnu qaldırmır, istəmir, iddia etmirsə, onda artıq o heç nə edə bilməyəcək. Çünki bütün əmlak vəsiyyət olunub burada yaşayana. Xaricdə yaşayan yalnız məcburi pay hüququndan istifadə edə bilər. Ondan da istifadə etmirsə, artıq heç nə əldə edə bilməyəcək. Aydındır. Bir digər sual belədir ki, dinləyicimiz soruşur ki, mənim qardaşımın oğlu deyir, anadan gəlmə barmağı amputasiya olunub. Anadan gəlmə barmaq amputasiya olunması necə olur? Yəni ki, olmur da. O, ümumiyyətlə olur. Yəni barmaqsız olub. 22 ildir pensiya alıb, amma son bir ildən yuxarıdır dayandırıblar. Bu nə dərəcədə doğrudur? Heç doğru deyil, heç tamamilə əsassızdır. Ona görə oradan yenə də müraciət etməlidir. Qanun tələbinə görə inzibati orqana mütləq müraciət etməlidir, cavab alıb və mübahisələndirməlidir. Aydın. Digər bir sual var. Dinləyicimiz soruşur ki, deməli, bir qurumda iştirmiş, Fövqəladə Hallar Nazirliyində iştirdi. Boşandıqdan sonra işdən çıxartdılar və 18 il işləyib orada, məhkəməyə versə bərpası mümkündürmü? O əmək müqaviləsinə xitam verilib. Əmək müqaviləsini mübahisələndirə bilər ki, bu adamı əsassız niyə işdən çıxarırlar? Əgər əsassız çıxarıblarsa, o işinə bərpa barədə iddia qaldıra bilər. Əsassız çıxarılıbsa, belə hesab edirsə. Yoxsa başqa boşanmağıma görə çıxarıblar, orada yazılmır axı ki, boşandığına görə çıxarılır, artıq o işin görünməyən tərəfidir. Əsas odur ki, müqavilədə nə yazılıb? Yəni hansı əsasla bunun əmək müqaviləsinə xitam veriblər? Hansı əsasla xidmətdən kənarlaşdırırlar? O əsaslar əgər qanunsuzsa mübahisələndirə bilər və bərpa oluna bilər. İkinci qrup deyir əliləm, 15 ildir, hələ də müddətsizlik, yəni müddətsiz əlillik ala bilmirəm. Bu nə ilə əlaqədar ola bilər? Ümumiyyətlə doğrudurmu? Neçə ildə alır? 15 ildir müddətsiz əlillik almaq istəyir. 15 ildə alır pensiya. İkinci qrup əlildir, deyir, amma müddətsiz etmirlər. Müddətsiz etməlidirlər. Onu artıq 15 ildə eyni xəstəliklə alır. Hətta ağırlaşmalar var. Çünki ağırlaşmalar olmayanda onlar yenidən 5 illəri artırmırlar. Ona görə şəxs yenidən alıbsa, yenə müddətdə alıbsa, onu mübahisələndirib müddətsiz verilməsi öhdəliyini onların üzərinə qoydura bilər. Mənim deyir 8 uşağım var. Qeydiyyatdan çıxartmaq istəyirəm, çıxmırlar. Necə çıxardım? Yəni evə uşaqlar yəqin kənardadırlar da, ola bilsin ki, bəli. Uşaq deyir, amma yəqin yetkin yaşına çatdılar. Onları yalnız məhkəməyə verə bilər və məhkəmə vasitəsilə onların qeydiyyatına xitam verdirə bilər. Deyir ki, 7 yaşında və 11 yaşında 2 uşağım var. Xanım boşanmaq istəyir. Uşaqlarsa atanı istəyirlər. Belə olan halda necə olacaq? Yəni uşaqların fikri falan nəzərə alınacaqmı? Uşaqların fikri nəzərə alınır, qəyyumluq şöbəsinin fikri nəzərə alınır. Yəni hər bir məsələ uşağın fikri nəzərə alınır. Bir çox halda elə təsəvvür edir ki, uşaq kimin yanında dedi, onda yanında qalır. Xeyr, məhkəmə araşdırır. Hansı valideynin yanında qalmaq uşağın mənafi üçün daha uyğundur, daha səmərəlidir. Belə halda uyğun valideynin yanında qalır. Bir dinləyicimiz də soruşur ki, deyir, gözdən ikinci qrup əliləm, anadan gəlmə. Neçə ildən sonra müddətsiz olur mənim əliliyim? Ən azı bir 10 il olmalıdır ki, ondan sonra müddətsiz olsun. Suallarınız varsa yaza bilərsiniz. 099 6 907 907 WhatsApp nömrəsinə gələn suallardan biri belədir ki, pensiyamı deyir azaldıb, xüsusi şərtlə pensiyaya çıxmışam.
Dövlət Sosial Müdafiə Fondunun xüsusi idarəsi tərəfindən vəkilin köməkliyi ilə birinci instansiyanı udmuşam. Hələ apellyasiya və ali məhkəmə qalıb. Aldığım məlumata görə 1 il çəkəcək. Sualım budur ki, bu müddət ərzində mənə dəymiş maddi və mənəvi ziyanı necə tələb edə bilərəm? Ümumiyyətlə haqqım varmı? Bəli, sizin maddi və mənəvi ziyan tələb etmək hüququnuz var, amma təəssüf ki, pensiya məsələsində hələ bu formalaşmayıb. Vətəndaşlar elə pensiyası bərpa olunur, alacağını alır, hesablamalar gedir və çəkilir kənara. Daha təzədən yenidən maddi və təzminat, mənəvi ziyana görə iddia qaldırmır. Əgər bu pensiya məsələsinin içində də qaldıra bilər, eyni vaxtda da qaldıra bilər, amma əksər hallarda məhkəmələr çox təəssüf ki, bu mənəvi ziyanı həmin etmirlər. Ona görə mən tövsiyə edirəm ki, həmişə iş bitəndən sonra yenidən ayrıca bir iddia qaldırsınlar maddi və mənəvi təzminat barədə. Əlbəttə illərlə vətəndaş yollarda qalır. Digər bir sual var. Dinləyicimiz soruşur ki, anam evi bacıma pay versə, xaricdə yaşayan bacımı qeydiyyatdan çıxarılsa, gələcəkdə ona pay düşəcəkmi? Əgər ananın tam mülkiyyətindəsə bağışlayırsa, onları əvvəla qeydiyyatda olulu bağışlaya bilməyəcək. Gərək qeydiyyatdan çıxarsın, sırf heç kəs orada öz ya da icazə versinlər, hə? Ya da icazə versinlər, çıxara bilər, bağışlaya bilər və ondan gələcəkdə heç bir pay ala bilməyəcək. Əgər özəlləşdirilmiş ev deyilsə. Deyir ki, mən boşanmışam, uşağın yəni qeyyumluğu, baxmağı falan anasındadır. Uşaq məktəblə əlaqədar məndə qalır. Uşağın 8 yaşı var. Mən necə uşağın o baxımını, vəlayətini belə də yazıb ala bilərəm? Uşaq deyir ki, ata, səndə qalmaq istəyirəm. Bəli, belə halda vətəndaş müraciət edə bilər məhkəməyə, qəyyumluq şöbəsinə ki, uşağın ona valideynə bağlılığı, uşağın onun yanında qalması, yəni bütün əziyyəti onsa ata çəkir də, baxmayaraq ananın himayəsində qalır. O yenidən məhkəməyə müraciət edə bilər və uşağın onun himayəsində qalması barədə məsələsinin həlli barədə iddianın təmin olunmasını xahiş edə bilər. Dinləyicilərimizdən bəzən ötən gündə ünvanlanan suallar var. Məsələn, 6082-nin sualını ötən gün biz səsləndirmişik. O yenidən yeni sualı göndəribdir. Biz ona görə də xahiş edirik. Əgər dinləməmisinizsə mütləq sualı verəndən sonra mütləq dinləyin ki, sualınızın cavabını da bilmiş olasınız. Bir dinləyicimiz soruşur ki, şəhid ailəsinin üzvü onlara istifadə üçün dövlət tərəfindən verilmiş çıxarışı yoxdursa, evə qeydiyyata düşə bilərmi? Həmin üzv şəxs deməli başqasına satdığı evdən qeydiyyatda qalıbsa, amma orada yaşamırsa, onun şəksiz qeydiyyatdan çıxartmaq olarmı? Buyurun. Bəli, əgər evini satıbsa, qeydiyyatdan çıxmışsa, orada heç bir problem yoxdur. Gedəcək, qeydiyyatdan çıxacaq və ona şəhid ailəsi kimi verilən evə qeydiyyata düşəcək. Heç bir problem olmadan. Bəs əgər evin sənədi yoxdursa necə? Yəni çıxarışı yoxdursa necə? Şəhid ailəsi kimi onlara verilən evin mütləq sənədi var. Mülkiyyət haqqında sənədi yoxdur, amma sərəncam var o barədə. Digər sənədlər var. Yəni mülkiyyət haqqında sənəd yoxdur. Hələ onlara mülkiyyət haqqında sənəd verilmir. İndi qanunda nə vaxt dəyişiklik olunacaq? Onlar yalnız sosial kirayə müqaviləsi əsasında orada yaşayırlar. İndi qayda belədir. İndi nə vaxtsa bəlkə o özəlləşən evlər kimi bəlkə bunlara da elə bir icazə veriləcək. Bu gələcəyin işidir. Amma bugün yenə də o qanuni əsası sosial kirayə müqaviləsi olsa belə, ona görə həmin müqaviləni təqdim edib qeydiyyata düşə bilər. Aydındır. Digər bir sual var. Yeri gəlmişkən sizin də suallarınız varsa yaza bilərsiniz. 099 6 907 907 bizim WhatsApp nömrəmizdir. Göndərilən suallar həm WhatsApp üzərindən, yəni Yurd FM-də bizi dinləyən, Radio Dalğada dinləyən dinləyicilərimiz üçündür. Həm də bizi elə sosial şəbəkədən izləyib sualı uzun olan dinləyicilərimizə yaza bilərlər. Çünki biraz müəyyən bir məhdudiyyət var TikTokda xüsusən də sualı yazmaq üçün. Bir dinləyicimiz yazıb ki, anadan gəlmə, lal, karam və hər iki qulağımda ağır dərəcəli eşitməzlik yazılıb və mənə 3-cü qrup təyin olunub. Qrup 50-lik, 3-cü qrup 50-lik verilib, 100% eşitməzlik verilib. Bu düzgündürmü? Yəni 100% eşitməzlik nəzərdə tutulub, amma şəxsi 3-cü qrup 50-lik təyin olunub. Mən belə kənardan deyə bilərəm ki, yox, düzgün deyil, amma yenə də həkimin rəyinə baxmaq lazımdır, xəstəliyə baxmaq lazımdır. Yəni belə xəstəlik adına baxmadan, siyahıya baxmadan demək olmaz. Amma qulağın ikisi də 100% eşitmirsə, indi vətəndaş belə deyir 100%. O 100%-ə gəlmək üçün vətəndaş neçə yoxlamalardan keçir. Məsələn, mən özüm bir neçə dəfə belə əlilliklə məşğul olmuşam. Vətəndaş bir neçə yoxlamalardan keçir və son dərəcədə rəy verilir ki, bu 100%. Əgər 100%-sə mütləq ona birinci qrup veriləcək. Bir dinləyicimiz də soruşur ki, bir həyətdə 2 evdir. Birində ana, birində mən qalıram. Evdə ana qeydiyyatda yoxdur. Ev sənədsizdir. Sadəcə
davamını yazmayıb dinləyicimiz. Davamını da yazın, biz onu sonra səsləndirək. Hal-hazırda yarımçıq sual. Başqa bir sualı tam yazıb dinləyicimiz. Deyir ki, şərəf və ləyaqətimin alçaldılması ilə bağlı polisə müraciət edirəm. Deyir ki, məhkəməyə müraciət elə bizlik deyil. Bu düzgündürmü? Bəli, düzgündür. Çünki təhqir başqa məsələdir. Təhqirdir, şərəf ləyaqətin ləkələnməsi məsələ. Bunlar tamamilə başqa məsələlərdir. Əgər vətəndaş belə hesab edirsə, ona yəni şərəf ləyaqətinin toxunulub, şərəf ləyaqətinin ləkə gətirən məlumat var. Belə məlumatın təksib olunması və mənəvi ziyan barədə məhkəmədə iddia qaldıra bilər. Yox, əgər təhqirdirsə o, təhqir şərəf ləyaqət ləkələnməsi başqadır. Şərəf ləyaqətinin ləkələnməsi vətəndaş bunu bilərəkdən etmir. Yəni qəsdən ona ziyan vurmaq üçün etmir. Sadəcə işdir ki, məsələn, filankəs rüşvətxor, nə bilim, filankəs belə bir pisəlik. Bu artıq mülki qaydada mübahisələndirir. Yox, bilərəkdən desə ki, böhtan atarsa, təhqir edərsə, belə halda da bu işlərə xüsusi ittiham qaydasında baxılır. Yenə polisin işi deyil. Belə halda yenə də məhkəməyə müraciət edəcək. Aydındır. Digər sual da var. Bunu da səsləndirəcəm. Sonra keçəcək reklam fasiləsində, amma sosial şəbəkədən hazırda gələn sualları da cavablandıracaq. Elə reklam fasiləsində də dinləyicimiz soruşur ki, əbəh mübahisəsi üzrə icra vərəqəsi və məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olmağına baxmayaraq, işə götürən məni süni maneələr yaradır işdə mənə. Bununla bağlı mobil icra vasitəsilə həmin işin icraatında olan icra məmuruna şikayət ərizəsi yazmışam ətraflı. İşə getməyib icra məmurunun bu maneələr aradan qaldırmağını gözləyirəm. İcra məmuru mobil icradan ərizəyə baxacaq, yoxsa mütləq kağız daşıyıcıda poçt vasitəsilə göndərilməlidir? Vətəndaş dedi ki, mən işə getmirəm, işdə belə çıxır ki, bərpa olunub, sonra ona problem yaradırlar, mən belə başa düşüm və işə getmir, icra məmuruna müraciət edir. Bu düzgün hərəkət deyil, yəni mütləq o işində davam eləməlidir. Əgər işə buraxmırlarsa, maneə yaradırlarsa, dərhal hüquqların müdafiəsi üçün müraciət eləməlidir. Yoxsa o işdə məni incidirlər, mən işə getməyim, bu düzgün hərəkət deyil. Yəni. Bu doğru deyil, hə? Bəli, onun əleyhinə ola bilər. Bəli, əleyhinə ola bilər. Aydındır. Ona görə də o... Bəs o belə digər sualı elektron qaydada olmalıdır, yoxsa kağız daşıyıcıda filan, o necə? O nüans. Soruşdu ki, deyir ki, icra məmuruna göndərilən o sənəd elektron daşıyıcıda mən ünvanlamışam. O deyir... Bəli, icra məmuruna elektron qaydada göndərdin, ya belə əlinə yazın verdin, heç bir əhəmiyyəti yoxdur, fərqi yoxdur. Yəni, icra məmuru ona diqqət etməlidir, cavab verməlidir. Amma icra məmurunun səlahiyyətinə aiddirmi? Onu araşdırmaq lazımdır. Yəni, o artıq icra məmurunun səlahiyyətinə aid deyil. O, siz işə bitdiniz, bərpa olundunuz, bitdi ondan icra məmurunun işi. İcraçı apardı, işə bərpa etdi, bitdi işi. Artıq yenidən nəsə maneə yararsa, o yeni əsaslarla öz hüquqlarını müdafiə eləməlidir. Aydındır. FM'de devam edir. Radyo Vəkil proqramını dinləyirsiniz. Sizinlə aparıcınız mən Xəyal Orucoğludur və bizim bugünkü vəkil qonağımız Arzu Aliyevadır. Sizi və bizi maraqlandıran sualları cavablandırır vəkil qonağımız. Varsa suallarınız bizi ünvanlaya bilərsiniz. 099 6 907 907 WhatsApp nömrəsinə öz suallarınızı göndərin. Eləcə də bugün xüsusən də maraqlı bir mövzunu, aktual olan bir mövzunu müzakirə edirik. Pensiya hansı halda kəsilə bilər? Yəni qanunvericilik hansı hallarda buna imkan verir? Sizin də bununla bağlı yaranan probleminiz var. Ünvanlayın sualı görək, bəlkə sizin də hansısa bir məsələnizə aydınlıq gəlmiş oldu. Məndir, əmlakdan rəsmi imtina etmişəm. Yenidən bərpa edə bilərəmmi? Elə başa düşdüm ki, imtinasını geri götürmək istəyir şəxs, ona görə soruşur. Buyurun. Edə bilər. Yəni, əgər şəxs əmlakda payı var, paydan imtina edirsə, əsaslandırıb, yəni, bilirsiniz, qanunda əqdlərin etibarsızlığı var. Yanılma nəticəsində, aldadılma nəticəsində belə bir hallar varsa, şəxs həmin əqdi mübahisələndirə bilər və onu etibarsız hesab etdirə bilər. Amma biraz çətin olacaq, düzdürmü? Biraz çətin ola bilər. Bəzən olur ki, vətəndaşlar savadsız olur, o bilmir ki, yazdığı nədir, düzdür, notarius izah edir, bəzən də izah eləmir. Hər bir halda vətəndaş aldanır. Belə halda vətəndaşın hüququ var. Məsələn, mənim təcrübəmdə belə yaxınlarda bir məsələ olmuşdu. Qız 8-ci sinfi bitirmişdi, sonra ərə getmişdi, sonra qayıtmışdı anasının evinə, boşanıb qayıtmışdı. O evdə onun payı var idi. Amma ona yazılmışlar ki, mən bu paydan dayının xeyrinə imtina edirəm. Sonra evdə söküləndə görür ki, buna heç nə düşmür, dayıya düşür. Və o onu mübahisələndirir ki, mən bilməmişəm dayıya verim. Mənə dedilər, buna qol çək, mən də qol çəkdim. Əlbəttə, onu mübahisələndirdik və həmin əqdi etibarsız hesab elətdir. Gözəl. Demək ki, yəni geriyə də bunu etmək mümkündür, sadəcə bunu isbat etmək tərəfləri var. Deyir ki, bir nəfər
nəfər məndən asan xidmət yolu ilə rəsmi 17.000 manat borc götürüb. İndi 3 ildir ki borcu ödəmir. İcra vərəqinə əsasən icraçılar bunu çağırırlar, gah gəlir, gah gəlmir. 2 dəfə də tutublar. Mən nə etməliyəm? Məhkəməyə verə bilərəm ya yox? İcraçı deyir ki, məhkəmə baxmayacaq. İcra vərəqi var deyə. Mənə yol göstərin. Buyurun. Bilirsiniz, burada ən yaxşı yol odur ki, məsələn, məhkəmə qərarını icra etmir. Məhkəmə qərarını icra etməməyə görə onun barəsində cinayət məsuliyyəti yaratmağı, yəni cinayət məsuliyyətinə cəlb olunmasını tələb eləmək lazımdır. İcraçı deyir, hə, olanda ödəyir, olmayanda ödəmir, amma icraçıdan tələb etmək lazımdır ki, bu qəsdən bunu ödəmir, filan əsaslara görə qəsdən ödəmir. Sən bu adamın cinayət məsuliyyətinə cəlb olunması məsələsinə bax, ödəniş məsələsi qalsın bir tərəfdə, cinayət məsuliyyətinə cəlb olması. Bu çox təcrübədə çox belə effektli bir üsuldur. Onu məsuliyyətə cəlb edən kimi o gətirir ödənişi edir. Bu halda, yəni o birbaşa artıq icra məmurunun səlahiyyəti çərçivəsində, bəli, icra məmuru onun məsuliyyət məsələsini həll etməlidir. Şübhəsiz ki, əsas varsa, yəni qəsdən ödəməmə faktı varsa. İndi vətəndaş da belə hesab edirsə var, araşdırılır, doğrudan da hilə varsa, o deyir ki, 2 dəfə tutulub. O yəqin inzibati qaydada həbs verilib, mən belə başlaşım. Bəli. Amma o cinayət qaydasında məsuliyyətə cəlb oluna bilər. Məsuliyyətə cəlb olunması da onu ödənişdən yəni yaxa qurtarmağa imkan vermir. O məsuliyyətə də cəlb olunacaq və ödənişi də edəcək. Onda siz demiş belə türk qardaşlarımız tıpış gəlib ödəyəcək cəmaatının pulunu ki... Mənim təcrübəmdə dəfələrlə belə işlər olub və yaxşıca da gəlib ödəyir. Ona görə yəni məcbur insan gəlib istəyir ki, onu mütləq hansısa bir formada cəzalandırsın. Yəni öz xoşu ilə gəlib bunu ödəməyəcək. Adamdan bu qədər pul al, sonra da bir növ belə pis səslənsə keçdi alına ki, hə, qaytarmıram, get nə edirsən elə. İnanın ki, o məsuliyyət məsələsi qalxsa, hələ cinayət işi başlamasın. Yəni cinayət məsuliyyətə cəlb olmasın, cinayət işi başlama barədə qərar qəbul olunmamış, o gəlib o pulu ödəyəcək. Yəni bir qayda belə olur. Təəssüf ki. Deyir, dövlət qurumunda çalışıram, bir gözüm görmür. 50-lik alsam məni işdən çıxardarlarmı? 50-lik alanda hər bir adamı mütləq 50-lik alıb işdən çıxarsınlar, belə bir qayda yoxdur. 50-liyi verəndə rəy verirlər. Bu adam işləyə bilər. Əgər işləyə bilər rəyi varsa, o işləyə biləcək. Yəni belə deyək də, şəxsin bir gözü görmür, amma digər gözü deyək ki, normal formada görür. Şübhəsiz ki, ona verəcəklər rəy, bu işləyə bilər. İşləyə bilər. Bəli, deyir ki, ödəmir, yayınır, saxta arayışlar verir. Bax, belə bir açıqlama da verib dinləyicimiz. Elə saxta arayışın özü də bir cinayətdir ki, əgər o arayışlar saxtadırsa. Bu ayrıca bir problemdir artıq. Bu ayrıca bir problemdir. Ona görə işi yaxşı araşdırmaq lazımdır. Belə, təşəkkür edirik sizə Arzu xanım, minnətdarıq. Yeri gəlmişkən dinləyicimiz az əvvəl bizə sual ünvanlamışdı və istədi ki, sizin nömrənizi, əlaqə nömrənizi istəyib, gözü, qulağı və görməklə, eşitməklə bağlı problemi olan dinləyicimiz lal və kar məsələsindən, daha doğrusu və sənədləri yönləndirib. Mən sənədləri göndərəcəm sizə. İcazə versəniz nömrənizi də yönləndirərəm. Müəyyən bir formada dəstək olmağa mümkündürsə köməklik göstərərsiniz. Bu arada artıq yekunlaşdırmaq vaxtıdır. Sabah pensiya ilə bağlı sual versəz, onu cavablandırmayacağıq. Çünki sabah tamam başqa bir mövzunu müzakirə edəcəyik. Dinləyicilərimiz bugün kim öz pensiyası ilə bağlı, əlilliyin təyini ilə bağlı suallar göndərdisə, bir növ Arzu xanıma cavab almaqla şanslı oldu. Və Arzu xanımın nömrəsini qeyd edirsiniz. Mənə zəhmət olmasa şəxsidən yazın mümkündürsə. Mən sizə Arzu xanımın nömrəsini əlaqələndirim. Təşəkkür ederiz Arzu xanım. Minnətdarıq. Çox sağ olun ki, gəldiniz. Suallarımızı cavablandırdınız və dinləyicilərimizdən gələn suallar var. Dinləyicilərimiz bəzən soruşurlar ki, sual verə bilərik. Əlbəttə verə bilərsiniz, amma artıq vaxt yekunlaşır. Biz yekunlaşdırmalıyıq, çünki bizə ayrılan vaxt yekunlaşdı burada. Arzu Aliyeva bugün bizim qonağımız idi. Suallarınız qaldısa sabah mütləq bizə ünvanlayın. Bugün biz pensiya hansı halda kəsilə bilər? Yəni qanunvericilik hansı halda buna imkan verir? Bax, bu sualı cavablandırırdıq. Aparıcınız mən Xəyal Orucoğlu, vəkil qonağımızsa Arzu Aliyeva idi. Eşidilmək ümidi ilə hələlik. Yurd FM'də Radyo Vəkil.